Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda son dövrlər müzakirəyə çıxarılan təkliflərdən biri qadınların pensiyaya çıxma yaşının ailədəki uşaq sayı ilə əlaqələndirilməsi ilə bağlıdır. Baku, SİN məlumatına görə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramovun irəli sürdüyü bu təşəbbüs çoxuşaqlı anaların daha tez pensiyaya çıxmasını nəzərdə tutur. Bəs bu praktika başqa ölkələrdə necə tənzimlənir? Gəlin beynəlxalq təcrübəyə nəzər salaq. Rusiyada da oxşar qaydalar tətbiq olunur. 5 və daha çox uşaq böyüdən qadınlar 50 yaşında pensiyaya çıxa bilərlər. Azərbaycan üçün də bu model maraqlı və sosial baxımdan vacib ola bilər. Ölkədə doğum səviyyəsini qorumaq, çoxuşaqlı ailələri stimullaşdırmaq və qadınların sosial rifahını yaxşılaşdırmaq baxımından belə bir təşəbbüs zamanın tələbi hesab edilə bilər.